Psixotrop dərmanlar asıllıq yaradırmı? Ümumiyyətlə, gəlin bu haqda məlumat verək. Cəmiyyətimizdə psixiatr, psixiatriya, psixotrop dərmanlara qarşı bir stigmatizasiya vardır. Qınaq obyektinə çevrilmək qorxusu vardır. Psixiatra gedərəm mənə də deyərlər, qapısının üstündə psixiatr sözü yazılar, qonşu qohum məni görər, məni orada görüb nə deyərlər və yaxud da ki, psixotrop dərmanlar insanları dəli edir, içərəm, havalanaram, küt olaram, key olaram. Ondansa qonşunun, qohumun və yaxud da ki, əczaçının məsləhət gördüyü, tövsiyə gördüyü dərman preparatlarını qəbul edərəm və daha yaxşı olaram deyə yanlış ifadələr vardır. Psixotrop dərmanları şərti olaraq 4 qrupa bölərik. Birincisi antipsixotiklər və yaxud da bunlara neyroleptiklər deyilir. Neyroleptiklər və antipsixotiklər xəstəliyin kliniki gedişatı zamanı əgər psixozlar, yəni psixotik əlamətlər müşahidə olunarsa, təyin edilən dərman preparatlarıdır. Bunlar şəxs özünə qapanarkən, şəxsdə intihar düşüncələri varsa və yaxud da ki, şəxs intihar cəhdi edibsə, intihara dair düşüncələri varsa, şəxsdə paranoyalar, şübhələr, sayıqlama ideyaları varsa, şəxsdə halüsinasiyalar varsa, görmə və eşitmə halüsinasiyaları varsa, yuxusu pozulmuşsa, bu halda təyin edilən dərman preparatlarıdır. Antipsixotiklər və neyroleptiklər məhz buna görə də şizofreniya, şizoaffektiv pozuntu, bipolar affektiv pozuntu, doğumdan sonraki psixoz zamanı, həmçinin major depressiv epizod, yəni ağır depressiya zamanı müşahidə edilən psixotik əlamətlər zamanı, həmçinin travma sonrası, insultdan sonra, ensefalitdən sonra müşahidə edilən psixotik əlamətlər zamanı, demensiya fonunda müşahidə olunan psixotik əlamətlər zamanı, həmçinin yuxu pozuntuları zamanı təyin edilən dərman preparatlarıdır. İkinci qrup isə antidepressantlar. Antidepressant qrupları cəmiyyətimizdə daha çox məşhur olan dərman preparatları qrupudur. Antidepressant ifadəsində depressiya sözünün olması, bəzən insanlar elə düşünür ki, antidepressantlar təkcə depressiya xəstəliyinin müalicəsində istifadə olunur. Lakin bu belə deyildir. Antidepressantlar panik atak, panik pozuntu, həyəcan təşviş pozuntusu, yəni anksiyete, depressiv epizod, depressiv pozuntu, həmçinin dissosiativ konversiyon pozuntu, obsessiv kompulsiv pozuntu, tik pozuntusu, Tourette sindromu, anoreksiya, bulimiya, eyni zamanda ruhu xəstəliklərin remisiya mərhələsində, yəni sağalma dövründə şəxsdə əgər depressiv əlamətlər müşahidə olunarsa bu halda və eyni zamanda bir sıra somatik xəstəliklərin kliniki gedişatı zamanı, qıcıqlanmış bağırsaq sindromunda, şəkərli diabet zamanı və digər somatik xəstəliklər zamanı istifadə olunan dərman preparatlarıdır. Eyni zamanda şəkərli diabet zamanı, neyropatiyalarda, travma sonrası ağrı pozuntusu və fibromiyalgiyalar zamanı istifadə olunan dərman preparatlarıdır. Üçüncü qrupu isə anksiyolitiklər, trankvilizatorlar daxil edilir. Bunlar həyəcan təşviş əleyhinə olan dərman preparatlarıdır. Adətən bunlar şəxsdə antidepressantlar təyin edildikdən sonra daha tez effektin əldə edilməsi üçün istifadə olunan dərman preparatlarıdır. Bunlar həyəcan təşviş əleyhinə olan dərman preparatlarıdır. Daha tez bir zamanda öz effektini göstərir. Şəxsdə olan həyəcan, qorxu, təşviş, təlaş, tədirginlik, yuxu pozuntusunu daha qısa müddət ərzində bərpa edən dərman preparatlarıdır. Bunlar adətən 2 həftədən 2 aya qədər həkim tərəfindən təyin edilən dərman preparatlarıdır. Bundan artıq istifadə olunması bəzən asıllıq yarada bilər. Məhz buna görə də həkim nəzarəti altında təyin olunmalıdır. Lakin bəzən həkim nəzarəti altında bəzi məcburi vəziyyətlər yarandıqda həmin müddətdən də artıq müddətə təyin edilən dərman preparatlarıdır. Bunlara benzodiazepinlər, sonları zepamla bitrifenazepam, klonazepam və yaxud da ki alprazolam tip dərman preparatlarına misal gətirə bilərik. Digər isə 4-cü qrup isə əhval-ruhiyyə stabilizatorlarına aid edə bilərik. Bunlar şəxsin gün ərzində əhval-ruhiyyəsində olan dalğalanmaların qarşısını alır, əhval-ruhiyyəni tarazlayır, stabilləşdirir. Xüsusən də ki, bu dərman preparatları depressiya zamanı əhval-ruhiyyənin daha dalğalı olmasında, bipolar affektiv pozuntuda istifadə olunan dərman preparatlarıdır. Bunlara litium, həmçinin əhval-ruhiyyə stabilizatoru kimi valproat asid, karbamazepin və digər dərman preparatları istifadə edilə bilər. Psixotrop dərmanlar şəxsə təyin edilən zaman hal-hazırda kağız üzərində trapez formada bir diaqram qeyd etdim. Bu diaqramın həmin bu yuxarı qolunda şəxsin bu zaman bizə müraciət edərkən klinik əlamətləri ya kəskindir və yaxud da ki, xronikləşibdir, ağır vəziyyətdədir.
əhval-ruhiyyəsi aşağıdır, özünə qapanıbdır, həyatdan zövq almır, yuxusu tamamilə pozulubdur, iştahı pozulubdur, cinsi funksiyaları zəifdir və şəxs çökkün ruh halında bizə müraciət etmişdir və yaxud da şəxsdə ruhi xəstəliyin əlamətləri vardır, şəxsin şübhələri, paranoyaları, sayıqlama ideyaları vardır, şəxsin qulağına səslər gəlməyə başlayıbdır. Bu zaman dərman preparatları şəxsə təyin edən zaman şəxsin klinik əlamətlərindən asılı olaraq onun ruhi xəstəlikdir və yaxud da nevrotik pozuntudur. Buna uyğun olaraq dərman preparatları ilk növbədə az dozadan başlanılır, aşağı dozadan başlanılaraq getdikcə dərman qruplarının növündən asılı olaraq gün, həftə, ay ərzində doza qaldırılır. Artıq 1-3 ayında şəxs bizə müayinəyə müraciət edərkən demək olar ki, bir sıra klinik əlamətlər tamamilə düzəlmiş olur və şəxsin yuxusu bərpa olunmuş olur, əhval-ruhiyyəsi qalxmış olur. Şəxs artıq əvvəllər zövq ala bilmədiyi və maraq göstərmədiyi aktivitələrindən zövq almağa başlayıb, yeməyin dadı tam ağzında dadmağa başlayıb, iştahı artıb, cinsel funksiyaları bərpa olunmuş olur. Şəxsdə şübhələr, paranoyalar, sayıqlamalar və halüsinasiyalar getdikcə azalmış və bərpa olunmuş olur. Şəxsin qulağına gələn səslər azalmış olur, şübhələri azalmış olur və hətta tamamilə aradan qalxmış olur. Artıq 3-6 ayında şəxs təkrar müraciət etdikdə bəzən yaxın qohumları və yaxud da şəxsin özü belə bir ifadələr işlədir. Doktor, dərmanı kəsə bilərəmmi? Artıq yaxşıyam. Xeyr, bu etapda biz əgər dərmanı kəsəriksə, bu zaman xəstəliyin klinik əlamətləri yenidən bir neçə həftədən sonra geri qayıda bilər və daha şiddətli geri qayıda bilər. Bu halda şəxs dərmanı kəsərsə, şəxsdə klinik əlamət olaraq, tibbi termin olaraq belə bir əlamət formalaşır. Rebound sindromu və yaxud da buna biz kəsilmə sindromu deyirik. Bu zaman dərmanın kəsilmə fonunda şəxsdə halsızlıq, yuxululuq, narahatlıq, ürək bulanma, qusma, bədəndə ağrılar, mədə ağrısı, baş ağrısı, baş gicəlləmə formalaşmağa başlayır və bu halda biz buna rebound sindromu və yaxud da kəsilmə sindromu deyirik və ümumiyyətlə 3-6 ayında və yaxud da 8 ayında həkim nəzarəti olmadan dərman preparatlarının qəfildən kəsilməsi yol verilməzdir və bu halda xəstəliyin klinik əlamətləri daha şiddətli şəkildə yenidən geri dönmüş olur. Artıq xəstəlikdən asılı olaraq, xəstəlik nevrotik pozuntudur və yaxud da psixotik pozuntudur, xəstəlik ilkin etapda bizə müraciət edib və yaxud da xronikləşmiş bir xəstəlik olmasından asılı olaraq xəstəlik 6 ayında, bəzən 8 ayında, bəzən 1-2 il ərzində, 1-2 il müddətində getdikcə azaldılaraq başladığımız şəkildə dərman preparatları kəsilməyə başlayır. Əgər bu nevrotik pozuntudur, panik atakdır, panik pozuntudur, bu 6-8 ay müalicə davam edir. Əgər bu depressiv epizoddursa, ilkin etapda bizə müraciət edibsə, 8 ay, 1 il müalicə davam etmiş olur. Təkrarlanmış depressiyadırsa, daha xronikləşmiş depressiyadırsa, bu halda bəzən 1 il, 2 il müalicə davam etdirilir. Tourette sindromunda 2 ilə qədər, obsessiv kompulsiv pozuntuda 2 ilə qədər müalicə davam etdirilir. Əgər bu ruhi xəstəlikdirsə və daha kəskin formada bizə müraciət edibsə və yaxud da ki, xronikləşibsə, uzun müddətə, bəzən 2 il, 3 il, 4 il, 6 il dərman preparatları qəbul edilir. Bəzən ömürlük dərman preparatları qəbul edilmiş olur. Sonraki etapda artıq dərman preparatları depo iynələrlə əvəz olunmuş olur. Həkim mütəxəssis tərəfindən vaxtında təyin olunmuş düzgün diaqnoz və düzgün dərman preparatlarının seçimi xəstəliyin klinik əlamətlərini kəskinləşməyə, xronikləşməyə və dərinləşməyə qoymur. Xəstəliyin klinik gedişatı proqressivləşmir, kəskinləşmir və xəstəliyin ağırlığının qarşısı alınmış olur. Sizin psixiatr həkiminiz Doktor Aytən Namazova.